Hamı elə startup. Biz İngiltərə tarixinə baxanda, tamam Max Weber'in yazdığı kimi protestant əxlaqı kapitalizmin özünün təşkil etməsə ruhunu təşkil edir. Orada başqa bir faktor, coğrafi məsələ məsəl üçün. Böyük Britaniyanın dənizdən ən uzaq məsafəsi 120 kilometr idi. Ona görə orada kapitalizm inkişaf elədi. Almaniyada bu imkan yox idi, meşəlik ərazi idi. Amma ən önəmli məsələlərdən birisi patentdir. Bu coğrafiyanı dedik, mədəni faktoru dedik, dinlə falan, amma altına yatan hüquqi müstəvidir. Yəni nə vaxt ki İngiltərə patent qanunlarını qoydu, artıq nə oldu? İnsanlar bildi ki, oradan pul ödəniş ala biləcək. Biz bu günlərdə baxsaq dünyanın o patent görək, siz baxın, indi tamaşaçılar da baxsın. Çin mi daha çox patent alır? Amerika mı daha çox patent alır? Almaniya mı daha, yoxsa Azərbaycan 300-400-dən patent. Yəni bununla heç nə eləmək mümkün deyil. Yəni bunun üzərinə biraz da gəlmək lazımdır. Startup da olsun. Amma bizim yeni texnologiyanın, yəni bizim gənclərimiz bəzən kimsə bəyənməyə bilər. Mən bəyənirəm. Mən universitet müəllimiyəm. Hər il minlərlə tələbə görürəm. Təbii bu tərəfi də var, o tərəfi də var, amma indiki gənclərin zayı çıxmayıb. Yəni elə bir düşüncə olmasın.